Deməli, dəmir 3 müsbət iyonu ilə bağlıdır. Dəmir 3 müsbət iyonu bildirir ki, dəmirin sıra nömrəsi 26-dır və bəzən müəllimlər burada götürürlər 23-ə görə elektronların düzülüşünü yazırlar və bu zaman 4s məsələn 2, 3d3 formasında yazılır, ancaq bu səhvdir. Bunu necə yazırıq? İlk öncə bunun atom halında, yəni 23 elektron, bunun atom halında elektron quruluşunu yazıram. 1s2, 2s2, 2p6, 3s2, 3p6, 4s2, 3d6. Bunun 23'ə uyğun elektron quruluşu isə belə olur. Bu 3 elektron itiribsə, deməli ilk öncə elektronları, yəni o 3 elektronları əvvəlcə 4s-dən itirir, sonra 3d-dən. Yəni olur elektron quruluşu, bu iyonun elektron quruluşu olur belə 1s2, 2s2, 2p6, 3s2, 3p6, 3d5. Yəni bunun elektron formulu bu formada olur. Bizdən spd elektronlarının sayını istəyir. Yəni S elektronlarının sayı burada artıq 6-dır. Əgər belə deyək, 4S-i siz elektronları 4S-dən götürməsəydiniz, səhv çıxacaqdı. Məsələn, S elektronlarının sayı 8 qalacaqdı. P elektronlarının sayı 12-dir. 2P'də, bir də 3P'də var. D elektronlarının sayı isə 5-dir. Növbəti bir sualı burada aydınlandırmaq istəyirəm. Baxın, mənə burada. Məsələn, eyni dövr elementi olan və kiçik dövrdə yerləşən, X və Y-in, burada 13-cü sualda biraz diqqətli olmaq tələb olunan sualdır. X və Y-in maksimum oksidaşma dərəcələri hər ikisində müsbət 2-dir. Bu elementlər arasında yaranan birləşmənin formulunu və molekulundakı proton sayını tapın. Diqqətlə baxsaq, bu elementlərin maksimum oksidaşması müsbət 2 artıq bizə bu elementlərdən birinin məlum olduğunu söyləyir. Kim deyər, hansı elementdir o? Biri ikinci qrup elementi olacaq. Düzdürmü? 3% müsbət 2-dirsə, biri ikinci qrup elementidir. Digəri hansı qrup elementi olacaq? Oksigen olanda yəqin. Bəli. Çünki bəli. Çünki ikisi də eyni dövrdə və kiçik dövrdə yerləşirsə, deməli biri oksigendir, bir də ikinci qrup metaldır və bunlar arasında əmələ gələn birləşmə olacaq XY və bu deməli bəlli məsələdir ki, eyni dövrdə dediyinə görə biri oksigendirsə, deməli oksigen 8-də yerləşirsə, deməli bu berilyum olmalıdır və bunların proton saylarının cəmi 12 eləyəcək. Sonra burada problem ola bilər. Məsələn, 16-cı sualda bəzən müəllimlərdə problem yaranır, onu da izah eləmək istəyirəm. Xlorpren və izopren molekullarındakı ikinci karbon atomunun oksidaşma dərəcəsini tapın. Deməli, xlorpren molekulun deməli quruluşun formada yazacaq. Xlorpren molekulunda karbon atomunun, ümumiyyətlə yadda saxlayın, qeyri-polyar kovalent rabitələr elementin oksidaşma dərəcəsinə təsir göstərmir. Bunlar üçü də qeyri-polyardır. Xlorun elektron mənfiliyi karbondan çox olduğuna görə elektron sıxlığını özünə tərəf çəkir və bu zaman karbon sanki bir elektron itirmiş olur. Ona görə bu karbonun oksidaşma dərəcəsi burada müsbət 1, ikinci karbonun oksidaşma dərəcəsi müsbət 1. Sonra bir dənə onu deyim ki, yəni bir dənə qayda deyim buna. Əgər karbona, məsələn, müəyyən tərəflərdən karbon birləşib, ancaq bir tərəfdən məsələn halogen, xlor, brom, yod, flor və yaxud da oksigen birləşibsə, digər tərəflərdən məsələn karbon birləşibsə, biz karbon birləşən tərəfləri çıxırıq, onlara dəymirik. Məsələn, birləşib bir tərəfdən hidrogen, iki tərəfdən də belə deyək karbon birləşib, bir tərəfdən də belə deyək xlor birləşib. Bunun oksidaşma dərəcəsini, məsələn, bu karbonun oksidaşma dərəcəsini tapmaq istəyirəm. Karbonlar zaten təsir eləməyəcək oksidaşma dərəcəsinə. Hidrogendən bir elektron alır, xlora bir elektron verir, deməli bunun oksidaşma dərəcəsi 0-dır. Yəni bu və yaxud da belə də yadda saxlaya bilərsiniz. Məsələn, hidrogenlər -1 kimidir, halogen və oksigenlər müsbət 1 kimidir, say olaraq. İzopren molekulunda isə burada xlorun yerində karbon olur. Yəni mən bunu silirəm. Burada izopren molekulunda isə bura karbon yazıram, yəni CH3 radikalı yazıram.
Və burada baxıram ki, ikinci karbon atomu 4 tərəfindən də nə ilə birləşib? Karbonlarla birləşib. Deməli, bu karbon oksidaşməsi 0-a bərabərdir. Sonra, məsələn, yenə də eyni tip sual burada var. 25-ci sualda o S elektronları ilə bilirəm ki, orada problemlər yaranır. Ona görə bu sual salmışam ora. Ona baxarsınız. Deməli, sonra 44-cü sual, yəqin ki, hamınız bilirsiniz. Nitrat turşusu da ammonim ionudur. Burada nitratda azotun oksidaşma enerjisi müsbət 5, valentliyi 4, ammonimda da mənfi 3 müsbət və valentliyi 4-dür. Həm 25-ə baxaq elə. Orada mən Yaxşı. sual qoymuşdum. Hı. Burada Eləxanı hansı sualda problem var? həmən qəzetdə yazmışıq, sadəcə olaraq xlor, kükürt burada üstünə gəlməliyik də əlavə olaraq. Bəli, bəli, xlor 17-dir. Bəli, bəli. Bildim, Xlor bildim. 17 mənfidir. Deməli, burada elektron alıb. Elektron alıbsa sonuncu təbəqəyə əlavə olunur. Aydındırmı? Hə, bəli, bəli. Çünki o əlavə yarım qrup metallardır, elektron almırlar zaten. Əsas qeyri-metallar da elektron alanda belə deyək ki, onun ümumiyyətlə buradakı elektrona görə də yazmaq olar. Bir dənə əlavə yarım qrupda problem yaranır. Həmin əlavə yarım qrupda gərək axırıncı təbəqədən elektron verəsən. Sonra mən sizlər deyim, mən 40-a qədər bir problem görməmişəm deyə, çətin tipli sual görməmişəm deyə buradakı sualların izah edəməyəcəm bəzilərini. Siz hansı suallarınızı verin, hər hansı bir sualda problem yaranırsa izah edək. Kimin sualı var 40-a qədər? Mən 30-cu sualda bir dənə baxıram. Hansı birləşmələrdə oksigen -1, -2, -3, müsbət 1, müsbət 2 oksidaşməsi göstərir? -1 bəlli məsələdir ki, peroksidlərdə göstərir. -2-1 superoksidlərdə göstərir. Düzdürmü? Aha. -3-1 ozonidlərdə göstərir. Məsələn, kalium ozonid. Elə onu soruşacaqdım. Hə, müsbət 1 florlu birləşmədə göstərir, O2 flor 2-də. Müsbət 2 isə O flor 2-də göstərir. Qalan hallarda isə oksigen bilirik ki, -2 oksidaşma dərəcəsi göstərir. Sonra, glukoza molekulunda belə bir sualı yazmışsınız da bu 31-ci sualı. Glukoza molekulunda karbon atomlarının oksidaşma dərəcələrini müəyyən edin. Yəni, ayrı-ayrı oksidaşma dərəcələrini kim müəyyənləyib? Kim yazıb bunu? Mən yazmışam. Yazmışam. Glikozan. Glukoza molekulunda HOH. Birincidə müsbət 1, sonrakılar 0, bir də sonda -1. Bəli. Doğrudur. Elə bax, bayaqlar izah elədiyim məsələ aiddir bu. Məsələn, sala bilərlər ki, bu suallardan biraz çətinlik çəkənlər olur da bəzən. Məsələn, bax, burada bu karbonlara baxın. Bunlar zaten qeyri-poliyardır, təsirlənmir. Hidrogendən bir elektron aldı, oksigenə verdi. Hidrogendən bir elektron aldı, oksigenə verdi. Aldı, oksigenə verdi. Deməli, bunların oksidaşma dərəcələri 0-dır. Burada 2 elektron verib oksigenə, 1 elektron isə hidrogendən alıb. Deməli, müsbət 1-dir bu. Burada isə, yəni oksigen tərəfdirsə, oksigen tərəfi olan rabitələri həmişə rabitələrin sayı müsbət 1 kimi götürürsünüz. Hidrogendə isə -1. Cəmləri, məsələn, burada 2 dənə oksigenə tərəf 2 dənə rabitə var. Müsbət 1 götürdüm. Hidrogendən isə -1. Cəmləri elədim müsbət 1. Və yaxud da bu karbon hidrogenlərdən elektronlar çəkib özünə, bir elektron isə itirib. Və yaxud da bunu belə də yaza bilərsiniz. Yenə dediyim kimi, hidrogen tərəflər olan -1, oksigen tərəf olan hissəni isə müsbət 1 kimi götürərsiniz. Bu da eləyəcək, karbonu yük eləyəcək -1. Onu mən belə yadımda saxlaya bilmirəm. İstisnamız yoxdursa, hidrogen hər yerdə müsbət 1 oksidaşma dərəcəsi göstərir. Hidroksid də bilirik ki, -1-dir. 2 müsbətin, 1 mənfin varsa, cəbri cəm bərabər olmalıdır, 0-a bərabər olmalıdır. Elə 2 dənə. götürmək var. Bax, 2 dənə müsbətimiz var, birinci var. Bir dənə də mənfimiz var. Cəbri cəm 0 verməsi üçün karbon -1-dir. Hidrogen müsbət 1, OH -1-dir, 0-dır. Bəli. Elə o formada yanaşmaq olar. Heç bir səhv zadı yox, narahat olmayın. Heç bir səhv zadı yox. Metallar, silisyum, bir də burada istisnamız var, onda OH. Bəli. Problem yox. Heç bir problem yoxdur, düzdür. Sonra
40-a qədər kimin nə sualı var? Yəni şübhələndiyi, problem qalan. Yoxsa növbəti 40 sualın içərisinə keçirik. Yəni 70 bu bölmənin növbəti 70 sualı. Yaxşı. Deməli, polyarlıqla bağlı, davamlılıqla bağlı bir məsələ izah edəcəm 43-cü sualda. Deməli, buna halogenlərdə də suallar da var, onu da deyim. Deməli, H-flor, H-xlor, H-brom, H-yod istiqamətində rabitənin enerjisi. Ümumiyyətlə, rabitənin enerjisi yadda saxlayaq ki, belə deyək, rabitənin davamlılığını göstərən ən böyük faktordur. Yəni, əgər rabitənin enerjisi azalırsa, deməli, davamlılıq da azalır. H-flordan H-yoda doğru getdikcə rabitənin enerjisi azalır. Yəni, burada rabitə enerjisi azalacaq. Rabitə enerjisi azalırsa, davamlılıq da bəlli məsələ azalacaq. Uzunluq artır ki, rabitə enerjisi azalır. Deməli, uzunluq bu istiqamətdə artır. Çünki H-flordan H-yoda doğru getdikcə bir növ hidrogenlə halogen atomları arasındakı məsafə artır və hidrogenin qopması asanlaşır. Və turşuluq artır. Səbəb nədir? Çünki turşuluq ondan bağlıdır ki, maddə mühitə nə qədər H müsbət iyonu verə bilir. Nə qədər çox dissosiasiya eləyirsə, H müsbət iyonu verirsə, onun turşuluq qabiliyyəti bir o qədər güclüdür. Demək, turşuluq qabiliyyəti artacaq. H-yodid bunların içərisindən qüvvətli turşu olacaq. Polyarlıq da azalacaq. Polyarlıq da azalacaq. Polyarlıq nə ilə müəyyənlikdir? Polyarlığı baxırdıq, deməli, hidrogenə birləşmiş elementin elektromənfiliyi ilə. Məsələn, florun elektromənfiliyi flordan yoda doğru elektromənfiliyi azalır. Onda H-flor molekulu daha polyar molekuldur. Yəni, elektron sıxlığı daha çox flor tərəfdədir. Sonra, burada polyar və qeyri-polyar molekullar var. Kiminsə bu məsələlərdə problemi varmı? Məsələn, polyar, qeyri-polyar molekul. Məsələn, polyar və qeyri-polyar molekulların bir fərqləri var. Məsələn, əslində, bir dəfə mən sizə demişəm, bunu müəyyən edirlər VSPR teorisi ilə. Yəni, VSPR ilə müəyyən edirlər ki, bunun mərkəzi atomu və mərkəzi atomu birləşmiş elektron cüzü nədir? Onunla müəyyən edirlər. Məsələn, bor H3 deməli, 3-cü qrup elementidir və bütün valent elektronlarının rabitənin yaranmasına sərf edib. Artıq elektronu qalmayıb deyə, bu molekul olacaq qeyri-polyar molekul. Amma məsələn, ammoniyak, baxsaq, eyni quruluşda bir maddədir. Amma ammoniyak 5-ci qrup elementidir və azot bütün valent elektronlarını sərf etməyib, artıq elektronu qalıb, ona görə molekul olacaq polyar molekul. Və yaxud da suda eyni qayda. Bir də yadda, bir neçə prinsip var. Prinsiplərdən biri budur. Gördünüzsə, bir dənə molekulun tərkibində ən azı belə deyək, 3 dənə müxtəlif atom varsa, məsələn, CH3 xlor. Ən azı 3 dənə, belə deyək, müxtəlif atom varsa, avtomatik yadda saxlayın ki, bu molekul polyar molekul. Burada düşünmürsünüz. 3 və daha artıq sayda müxtəlif atom varsa, polyardır. Sonra, 2. 2 müxtəlif atomlu, məsələn, H-xlor, AB tipli də belə deyək. AB tipli molekullar mütləq polyardır. H-xlor, CO, nə bilim, H-flor və s. Sonra, 3-cü, A2 tipli molekullar, məsələn, H2, O2, N2, xlor 2, flor 2, bunlar gördünüzsə mütləq qeyri-polyardır. Bax, bunlar mütləq polyardır. Bunlar isə mütləq qeyri-polyardır. Qalan hallarda isə mərkəzi atoma baxırsınız. Əgər mərkəzi atom bütün valent imkanlarını rabitə əmələ gəlməyə sərf edibsə qeyri-polyar, yox artığı qalıbsa polyar olacaq. Hamıya aydındır mı bu hissəsi? Mən o CH3 xlor o polyar oldu da elə. Bəli. Orada karbon Ümumiyyət- valent imkanlarını istifadə edibsə nəyə görə polyar olur bəs? Yox, axı niyə görə polyar olub? Axı rabitənin yaranmasında, məsələn, təsəvvür eləyin ki, belə təsəvvür eləyək də. İndi burada üç ölçülü quruluşda onu çəkilməyəcəm bəlli məsələdir. Bu formada göstərirəm.
Təsəvvür eləyin ki, elektron sıxlıqları xlora tərəf yer dəyişir, düzdürmü? Molekulun bir tərəfində elektron sıxlığı daha çoxdur, digər tərəfində elektron sıxlığı daha azdır. Başa düşdünmü? Elektron sıxlığının yer dəyişməsinə görə polyarlıq, qeyri-polyarlıq müəyyən olunur da. Şimdi çatdı mı? Karbon burada sp3 vəziyyətdədir deyə, xlor hansı tərəfdən birləşir, birləşsin. Əgər bəlli məsələdir, 4 tərəfi də xlor olsa, bu qeyri-polyar olacaq, o heç. Amma yox, məsələn, biri hidrogendir, qalanları, ikisi hidrogendir, qalanları xlordursa, molekul polyarlaşacaq. Fikrim çatdı mı? Orada müxtəlif atomludursa, 3 müxtəlif atomlu varsa, mütləq o polyar olmalıdır. Heç vaxt o qeyri-polyar olamaz. Fikrim çatdı mı? Mənim aydınım, yoxsa yox? Aydındır mənim, aydın. Sonra burada nə CH2 idi? xlor 2-də onda polyar olacaqdı. Bəli, bəli, bəli. CH2 xlor 2. Biz niyə görə onu başa düşmürük? CH2 xlor 2-də? Çünki o molekul fəza quruluşuna baxanda, biz elə bilirik ki, CH2 xlor 2-nin quruluşu belədir. Məsələn deyək, indi bir laf belə. Axı belə deyil axı. Fikrim çatdı mı? Belə deyil axı. Yəni bu məsələn biz vərəq üzərində, müstəvi üzərində çəkəndə belə çəkirik. Əslində bu belə deyil axı. Bu fəzada fərqli istiqamətdədir. İstər-istəməz yük bərabər paylanmır. Elektron sıxlığı bərabər paylanmır. Ona görə polyarlaşır bu maddə. Sonra burada kristal qəfəsin tipləri ilə bağlı məncə bir problem olmaz. Deməli, bu da hesablamalara aid olan bir məsələ deyəcəm. Məsələn, test toplarının bəzilərində bu sual səhv göstərilir. Onu deyim. 59-cu sual. Eyni şərait məsələsində bu məsələni biz həll edə bilərik. Bunu həll edə bilirik də. 2 metr kub metan, 4 metr kub hidrogenindən qazından neçə dəfə ağırdır? Bu, deməli, M1, V1 bölünsün M2, V2 düsturundan istifadə edirik burada. 2-ni vururuq 16-ya, 4-ü də vururuq 2-yə və müəyyən edirik ki, burada deməli 2 metr kub metan, 4 metr kub hidrogendən 4 dəfə ağırdır. Sonra burada çətinlik ola bilər. Müəllimlər, siz deyin, 40 ilə 70-ə qədər hansı suallarda problem var? Buyurun. Kimin problemi var bu sualların içərisində? Yaxşı, 64-ü kim necə yazıb? 64 və 65-i. Kim izah edə bilər? Bir nəfər izah edir. Səidə müəllimə izah edin. Yəni hansı suallar? 64-də 64-cü sual bəli. Bərabər kütlədə götürülmüş metan və Bəli. küt dioksid qazıdır. 2-nin 1-ə götürməliyik. belə Necə? 16 2-nin 1-ə götürsək. Yox, 2-nin 1-ə 4-ün niyə 1-ə. axı? 4-ün 1-ə, 4-ün Dörd- 1-ə mən. Hə, 4-ün 1-ə. 4-ün 1-ə götürməliyik, düzdürmü? Aha. Orta Burada molekul metanın mol payı nə qədər olacaq? 4 metan, 4 vuraq 16 plus 1 vuraq 64 bölürəm 5-ə. Tapıram Yox, neçə? sonra 4-ə bölür. Metanın mol payı deyirəm. Mən 80%. Bəli, 80%. 4-ü böləcəm bunların mollarının cəminə. Bəli. Bu evdə 80% mol payı. Bəli. Aydınmı? Bəli. Mol payını tapanda hər hansı bir qazın mol miqdarını bölürük ümumi mol miqdarını. Bəs orta molyar kütlərini necə taparıq? 4 16 burası 16 üzərinə 64 yəni 1 vur 64 böləcək sayıya 5-ə alınan Burada qiyməti də tapacaq M ortanı. bəli, Heliuma onu da görə 4 nisbi sıxlığı necə tapacaq? həmin qiyməti 4-ə böləcək. Yaxşı, 65-ci sualı Ayda müəllimə izah eləsin. Ayda müəllimə izah eləsin 65-ci sualım. Hansı iki qazı qarışdırsaq, sıxlığı havanın sıxlığına bərabər olan qaz qarışığı hazırlamaq olar? Burada məntiq nədir? Necə məsələni həll edəcəyik? Müəllim, izah elə bilərəm. Buyurun, Burada buyurun. müəllim,
Biri havadan az olmalıdır kütləsi, biri çox olmalıdır. Bəli, 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 bəli. 28 və 46. 2 mol C2H4, 1 mol da NO2. Evet, deməli. Hansı Müəllim, burada altı- bir neçə 80, şərt ödəyər 65, əslində. bir dəqiqə. Kimin sualı 65 var? idi. 65, 65'im. Hə, 65-i. Onu hara yazmışam? Tapmadım heç. Baxın yazın, deyin də onun cavabını. Kimsə dedi də cavabını. Hansı iki qazı qarşıda sıxlığı havanın sıxlığına bərabər olan qaz Mən qarşı dedim, hazırlamaq olar? bəli, birinin sıxlığı havadan az olmalıdır, birininki çox. Yəni birinin emeri havadan, yəni 29-dan kiçik olmalıdır, biri böyük. Tarih etdim. Bəli. Və sadə. Müəllim, onda Sonra burada bir neçə şərt ödəyir də. O elə açıq sualdır bu biraz. Məsələn, 1 ilə 2-ni götürmək olar. bəli, 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 bəli. Elə Sonra özüm də 5 ona görə ilə açıq qoydum. 4-ü 3-ü götürmək olar, 4-ü götürmək Çox, olar. çox, variant çoxdur yəni. Nə bilim, məsələn 3 ilə 4-ü götürmək olmaz onda. Düzdürmü? Və yaxud da 1 ilə 5-i götürmək olmaz. Birinin 5-i də olmaz, bəli. 2 ilə 3-ü götürmək olmaz, məsələn deyəm. Yəni hansılar olar, ona görə özüm o sualları açıq ona görə yazmışam ki, variant yoxdur, çox seçimlidir. 66 etan və NO2-dən ibarət qaz qarışığında karbon atomlarının sayı oksigen. Bəzi suallarda ola bilər dəqiq cavab çıxmasına, yəni belə o yaxşı ədəd çıxmasın. Biraz hesablama və yaxud da nə bilim kəsirlə alınsın, ola bilər bu. Etan və NO2-dən ibarət qaz qarışığında karbon atomlarının sayı oksigen atomlarının sayından 2 dəfə çoxdursa, bu qarışığın hidrogenə görə nisbi sıxlığını tapın. Bunu kim əldə etmək istəyir, buyursun. 1 mol etan, 1 mol NO2 götürsək mənim. 4 Dedim. dənə karbon eləyir, 2 dənə də oksigen NO2-də. 2 dəfə çox olur. Deməli, O C2H6-nı və NO2-də karbon atomlarının sayı oksigen atomlarının sayından 2 dəfə çox olsun. Onda 2 C2H mol burada, Hı -hı. 1 mol da NO2. Düzdür, düz deyirəm? Hı. Bəli, bəli. 2 vur Hə, sonra 30, üstə gələk 1 vur 46 bölək 3. 60, üstə də 46, 106 3-ə böləndə. İnanırsınız bu sualı yazanda Allah and olsun. Mən beynimdə sonradan yazandan sonra görmüşəm ki, mən elə bilmiş, beynimdə oturub hesablamışam. 60 üstə gəlinsin 46-nı 96 kimi hesablamışam. Hı. O 106 həm 96 rahat bölünür axı. Burada da sonra gördüm yox 106 eləyirmiş. Sualda dəyişmədi. ev yox. Onu Mən bölürük. etanı itilən görmüşəm mənim burada, onunla hesablamışam. Yəni hələ özümü deyirəm ki, sualı yazandan sonra bir də görmüşəm, amma burada mən şey eləməmişəm. Hidrogenə görə də nisbi sıxlığını tapanda M ortanı. Tapdığımızda 2-yə bölürük. Tapdığımızda yəni 106 bölünsün 6 qalır. Elə belə yaxşı deyir. Hı. Bu abituriyentlər üçün yaxşıdır. Abituriyentlər variant ata bilmirlər. Bunu abituriyentlər üçün şans imtahanı üçün istifadə edirəm uşaqlara. Deməli C2H2 və CH4-dən ibarət qaz qarşısında metanın mol payı 60. Bax burada metanın mol payı 60% veribsə bu suallarda yəni 60% CH4, 40% asetilen götürüb məsələni həll edə bilərsiniz. Bəlli məsələ həll edə bilərsiniz. Amma yenə də deyirəm, bax müəllimlər bunu yadda saxlayın. Kim ki Günel Məmmədovanın kitabını oxuyur, nə bilim başqa bir iki dənə müəllif də səhv eləyib. Heç vaxt M ortanı tapan zaman kütlə payından istifadə eləmək olmaz. Aydınmı? Ya həcm payı ya mol payından istifadə eləmək olar. Təzə nəşrində də yenə də o səhvi vermişdi Günel Məmmədovanın kitabında. Yəni oradan birdən sual düşər. Bunu 100% əmin olun ki, kütlə payı ilə mol payı fərqli şeylərdir, bəlli məsələdir. Digər tərəfdən də kütlə payından istifadə edib biz orta molyar kütləni tapa bilmərik. Təsəvvür edirsiniz bu nəyə bənzəyir? Təsəvvür edin ki, sinifin orta qiymətini çıxardırsan. Deyirsən ki, qoy uşaqların çəkisini bilim, kütləsini bilim, ondan sonra uşaqların kütləsinə görə sinifin orta qiymətini çıxardım. Yəni heç bir əlaqəsi olmayan bir şeydir də. Yəni kütlə payına görə M orta çıxardılmaz. Sonra bu 68, 69, 70-ci suallar mən belə baxıram ki, sadə suallardır. Amma bir 70-ci sualda bir dənə dayanıram. Deyir ki, CnH2 plus 2 formuluna malik maddənin bir molekulunun kütləsi A qramdır.
Bunu yəqin ki yazmısınız. Buna bir dənə diqqət eləyək. Deməli, bu maddənin molyar kütləsi, yəni CnH2 plus 2 alkanların molyar kütləsi 14N plus 2-dir. Bunu NA-ya bölsəm, bir molekulun kütləsini taparam. Bir molekulun kütləsini taparam. Onda 14N plus 2 bərabərdir A vurulsun NA. 14N bərabərdir A vurulsun NA minus 2. N bərabərdir deməli A vurulsun NA minus 2 bölünsün 14. Bu formada N'i müəyyən etmək olar. Müəllim, digər düsturda var da elə bir protonun kütləsinə vurmaq. Belə bir düstur da var. Necə? Bir molekulun və yaxud da atomun tapılmasının siz deyən variantı da var. Bir də bir protonun kütləsinə vurmaqla nisbi molekul kütləsi və ya nisbi atom kütləsi. Yəni ola bilər. Bəli, doğrudur. Yəni Əgər bir, iki məsələn, cavab tutaq ki, biz bunu əgər belə qəbul eləsək, düzdür müəllimə? 14N plus 2 mR qəbul eləsək, düzdürmü? Onu Yəni, 14N plus 2-ni vuraram mən. Bax, diqqətlə qulaq asın. Vuraram mən 1,67 vurulsun 10 üstü -24 bərabərdir A-ya. Ondan sonra bu zaten bu 1 bölünsün 1,67 vurulsun 10 üstü -24 sənə Avogadro ədədini verəcək də. Yox, Başa deyək ki, düşdün? ola bilər ki, yuvarlaq rəqəm verirlər, yəni müəllimələrin məlumatı olsun. Bəli. Suallar ola bilər. Ona Bəli. görə, onu nəzərdə. Ümumi suallar ikinci hissə, kimya formullar, tənliklər, bəlli məsələdir. Burada biraz deyəsən müəllimlərdə problem yaranmışdı. Burada bəzi suallara baxacağıq və həmin suallara xüsusən gəlmək istəyirəm. Əgər 90-a qədər suallarda problem yoxdursa, kimdəsə bir dənə zəhmət olmasa qeyd eləsin. Yoxdursa, biz keçib digər hissəsini izah edək. Çünki mən elə başa düşürəm ki, 90-a qədər suallarda bir ciddi problem olmamalıdır. 89-a baxaq bir dənə. 89. Hidrat və kristal hidratın fərqi nədir? Bəli. Məsələn, hidrat nədir? Mən izah Buyurun, edeyim. buyurun. Buyurun. Hidrat, mən belə fikirləşirəm də, hidrat deməli turşuların, qələvlərin suda məhluludur. Kristal hidrat isə su molekulunun duz molekuluna birləşməsidir. Yəni Bəli. Dərindən tanış olar. Deməli, hidrat, ümumiyyətlə, hidrat və kristal hidratın digər bir fərqi də budur ki, məsələ nədir? Məsələn, tutaq ki, sulfat turşusu suda həll edildikdə, axı, məsələn, əvvəllər, indi bizim kitabların bəziləri belə götürürlər, həll olmanı fiziki proses kimi götürürdülər. Amma sonra hidrat nəzəriyyəsi veriləndən sonra həll olma təkcə fiziki proses olmadığı üzrə çıxdı. Həm də orada istiliyin dəyişməsi, alınması və yaxud da udulması və yaxud da verilməsi prosesi baş verdi. Yəni endotermik və yaxud da eksotermik olduğu üzrə çıxdı. Burada nəticə nə oldu? Deməli, bəzi maddələr, məsələn, qatı sulfat turşusu suya atıldıqda nə edirdi? Su ilə birləşməsi hesabına orada istilik, yüksək temperatur ayrılırdı. Düzdürmü? Yəni, bu onu göstərirdi ki, sulfat turşusu su molekulları arasında qarşılıq təsir var. Yəni, bir növ hidratlar əmələ gətirir. Kristal hidratda o su hissəsinə, yəni su molekuluna duz birləşir. Amma kristal hidratda kifayət qədər hidratlardan daha davamlı birləşmələrdir. Məsələn, sadə bir şey göstərəm sizə. Bəlkə də kimyada rastıza gələr. Suyun təyini reaksiyası var. Su necə təyin edilir? Suyun təyini bilirsin nə ilə təyin edilir? Məsələn, mis-2 sulfat özü ağ rəngli maddədir. Düzdürmü? Bəli, suya düşəndə göy rəngə çevrilir. Bəli, bu suya əlavə olunda kristal hidrat əmələ gətirir. Yəni, mis kuporos əmələ gətirir. Rəng göyərir. Yəni, ona su dəyən kimi başlayır rəngin dəyişməyə. Fikrim çatdı mı? Kristal hidratlar, yəni ümumi prinsiplə desək, kristal hidratlar duz vurulsun kristallaşma suyudur. Hidratlar isə, məsələn, ən çox olur turşu vurulsun su, ümumi sxem üzrə turşu vurulsun su və yaxud da belə deyək, oksid vurulsun su tipində olur.
Həm də müəllim Burada hidratlarda həm H3O, bəli, H3O hidroksolium iyonu da əmələ gəlir. bəli, Donora həm də bir məsələ var ki, hidratlaşma ümumiyyətlə hidratlaşma solvatlaşmanın bir növüdür. Yəni su ilə olan növüdür. Məsələn, biz bunu test toplusunda bilirsin hidratlaşmanın harda rast gəlirik. Məsələn, tutaq ki, mis 2 müsbət iyonunun ətrafında su molekullarının toplaşması. Yəni mis 2 müsbət iyonunun hidratlaşması deyirlər buna. Başa düşdünmü? Ona görə iyon vurulsun su şəklində də ola bilər. Hidrat. Başa düşdünmü? Yəni ətrafında hidrat təbəqəsi yarana bilər. Mənim aydın oldu mu? Bəli, müəllim, aydındır, sağ ol. Sonra 90-dan növbəti suallarda kristal hidrat məsələlərində problemi olan varmı? entalpiyalarda onlardan soruşur. O da HES qanununa görə tətbiq eləmək olur. İstilik effekti dərsində. Elə bir kristal istilik- hidratların, suda həll olması, o da Bəli, bəli. Onu deyim elə o hissə ilə bağlı bir məsələni deyim sizə. Məsələn, test toplusunda belə bir məsələlər salınır. Tutaq ki, mis 2 sulfat, məsələn deyək də, mis 2 sulfat su ilə birləşir, belə deyək, kristal hidrat əmələ gətirir. Mis SO4 vur 5H2O. Bu reaksiyanın istilik effekti olsun X. Sonra bu mis alınan və yaxud da mis SO4-ün üzərinə mən birbaşa su gəlirəm. Elə birbaşa məhlulu hazırlayıram. Bir də var, bu kristal hidratın üzərinə su gəlib məhlul hazırlayıram. Yəni, bax, diqqətlə baxsaq, burada mərhələ götürsək, mis sulfatın üzərinə 5 molekul su gəlib, 5 mol su gəlib. Mis 2 sulfat vurulsun 5H2O kristal hidratını yaradıram. Sonra da bunun üzərinə su gəlib məhlul hazırlayıram. Bir də mis 2 sulfatın üzərinə birbaşa su gəlib məhlul hazırlayıram. Yəni burada diqqətlə baxsaq, birbaşa mərhələmiz budur. Bu olur. Məsələn, Q1. Qəşəng çəkdiniz onu. HES qanunu. Bu olacaq Q3. Bu da olacaq HES qanunu. Bu test toplusunda olan hardasa bir 7-8 dənə belə formatda sual var. Onların bu diqqətlə baxsaq, hamısını bu formata gətirib rahatlığına həll edə bilərsiniz. Orada elə bir alınan Buyurun. məhsul digərinin başlanğıcıdırsa, demək bu aralıq məhsuldur. Bəli, Eləmi? bəli. Süperən düzdür. Ümumiyyətlə, HES qanunu, yenə də deyirəm, HES qanunun ödənildiyi şərt, P-nin konstant olduğu şəraitdədir. Yəni, təzyiqin sabit olduğu şəraitdədir. Yəni, daha çox izobar prosesdədir. Sonra, 100-ə qədər kiminsə sual varmı? 100-ə qədər. Burada 91 sual var, 101-ci sual. Onu izah eləyəcəm. Kimdəsə mümkünsə baxsın suala, baxmıyorsa əgər. Məndə qalıb. Deməli, burada başqa görüm hansı məsələ var. 1.6 qram, 200 qram su olanda 106. 101, 96-cı bir dənə 96-cı sualı izah eləyim müəllimlər. Bu suallarda bəzən problem yaranır, onu da deyim. Deməli, 200 qram qabda su var. Təsvir eləyəcəm ki, daha rahat yadda qalsın. Xəttim və şəkil çəkmə qabiliyyətim zəifdir. Bura 46 qram natrium əlavə eləmişik. Bəlli məsələ, natrium əlavə eləyəndə qabı hidrogen qazı tərk edir. Kütləsi azalır da məhlulun. İndi bura baxaq. Bu reaksiyada yazıram. Bəli. Əsas o çaşdırır da müəllim, uşaqları, şagirdləri. Burada 2 mol natrium OH plus hidrogen. Bura mən 46 qram natrium tullayanda qabın içərisinə. Buradan 2 qram hidrogen çıxıb gedir, düzdürmü? Və qabın kütləsi bunların fərqi qədər artır. Əgər su artıqlaması ilə götürülüb. Mən də baxıram qabın içərisinə. Görürəm ki, 200 qram su var burada. 200 qram su. İndi sual oluna bilər ki, nə vaxt bizim bu dediyimiz qayda ödənilməz? Məsələn, kütlə nə vaxt 44 qram artmaz? Yəni, məhlulun kütləsi
nə vaxt 244 qram olmaz? Kim buna cavab deyə bilər? Yəni bir də deyim məsələni. Başdan deyim. Sual belədir. Sual Aha. belədir. Burada yazılan sual deyil, o başqa sualdır. Yəni, bəli. Deyirəm ki, nə vaxt, nə vaxt, ümumiyyətlə ola bilər də, nə vaxt biz bura 46 qram natrium atarıq, qabda da müəyyən qədər su var. Yəni 36 qramdan su çoxdur. 36 qramdan çox su var. Deməli, Reaksiyaya bu qabın içərisində deyirsiniz ki, 200 qram su var. Sonra deyirsiniz Bəli. qabın içərisində əlavə su var. Belə dediniz? yox. Deyirəm ki, 46 qram natriumu müəyyən Aha. miqdarda suya əlavə eləmişəm. Hətta yeni Reaksiyaya, maddə gelir. Aha. reaksiyaya yetəcək qədər su var. Hə. Amma sualda belə bir şey deyirəm. Deyirəm, alınan məhlulun kütləsin nə vaxtı müəyyən eləyə bilmərik. Qapalı qab olanda müəllim. Yox. Alınan məhlulun kütləsini o vaxt müəyyən edə bilmərik ki, orada gərək bilmərik ki, onda natrium ora nə qədər əlavə eləmişik. Natrium əgər yoxdursa, oradan sonra baş verən natrium hidroksid əmələ gəlməlidir ki, natrium hidroksidə görə onun kütlə payını tapar. Yox, bu da düzdür. Bu da natriumun kütləsini bilməsək bəlli məsələdir. Amma digər bir dənə də variant deyim sizə. Hə, onda bilmədiyimiz şeydirsə mənə qəribə. Mən belə şey görməmişəm. İzah eləyin, qulaq asın. Burada məsələ nədir? Məsələn, digər bir məsələ budur ki, axı natrium hidroksid, alınan natrium hidroksid harda həll olur? Suda həll olur da, düzdürmü? Bəli, sudan götürür özünü. Bəli. Bəli. Əgər orada su natrium hidroksidi həll edəcək qədər su yoxdursa, başa düşdüm. Məsələn, tutaq ki, natrium hidroksidi alınıb, tutaq ki, 80 qram, amma natrium hidroksidin tutaq ki, verilmiş temperatur üçün həll olma əmsalı, məsələn, deyək, nə bilim, 500-dür, 600-dür. Orada natrium hidroksidin hamısını həll eləyə biləcək miqdarda su yoxdursa, biz o məhlulun kütləsini müəyyənləmək ixtiyarımız yoxdur, mümkün deyil. Deməli, kifayət qədər orada su olmalıdır. Bəli, kifayət qədər su olmalıdır ki, orada ən pis halda belə deyək, doymuş məhlul alınacaq qədər su olmalıdır. Tam həll eləyə biləcəyi qədər su olmalıdır. İndi bu məsələdə isə Belə bir sual yəni məncə bizə zaten ona düşməz. toxunmurlar. Buyurun. Belə məsələ düşməz məncə. Elə gəlir ki, Yox, düşməz. Səsiyada belə sual düşməz. Bu olimpiyada sualları izah eləmək üçün qəşəng izahını verdiniz. Yəni mənə elə gəlir ki, düşməz. Allah eləsin düşməsin. Hə. Yox, düşməz də narahat olmayın. Deməli, 46 qramla burada fərqə baxırıq. Yəni, mənim 200 qram suyumun üzərinə 46 qram natrium əlavə eləmişəm, 2 qram hidrogen çıxıb. Deməli, məhlulun kütləsi qaba atdığım natriumdan çıxan hidrogenin fərqi qədər artıb. Yəni, qabın kütləsi artıq neçə qram olub? 244. Yəni, artıq bu məhlulun kütləsi 244 qram olub. Sonra, eyni kütlədə götürülmüş azot və hidrogen arasında reaksiya axıra dək getmişdir və bu zaman 3,4 qram ammoniak alınmışdır. Artıq qalan maddənin mol miqdarını müəyyən edin. Deməli, Amoniaka görə eləyərik, deməli. Amoniaka görə həll eləyərik. Amoniaka görə həll eləyəndə aza görə məsələ həll eləmiş oluruq. Artıq qalanda özü çıxacaq orada. Eyni götürəcəyik. Eyni kütlədə götürəcəyim. Hə, ay sağ ol. Əvvəlcə məsələ biz üçün yaşıl işıq amoniakın verilməsidir. Amoniak məlumdur, avtomatik tapılacaq. Hansı kiçikdirsə, o qalacaq, artıq qalanda o olacaq. O böyük alınan elə bir ki, o tam sərf olunacaq. İkisini də bərabər götürəndə çıxacaq. 28-ə 6 qram hidrogen sərf olunur, düzdürmü? 2-də nisbətində. Bəlli məsələdir ki, azot tam sərf olunacaq. 3,4-dür. Hə, elə 34 bunun özüdür, kim oludur. Elə deyil. Amma 3,10 dəfə ondan kiçik. Bu biri də olacaq 2,4. O birisinin də olmalıdır. Nə qədər? Bu kütlə ilə götürsək, bu da olur 6 qram. Deməli 0,6. 2,8-dən 0,6-nı çıxanda o artıq qalanda məncə o var da. Çünki bunu 2,8 götürsək onda. Hə, belə. Deməli, artıq qalan maddənin mol miqdarı da 2,2-ni də böləcəm 2-yə, 1,1 mol hidrogen artıq qalacaq. 98-ci sualda kiminsə problemi varmı? 98-ci sual, onu da deyim ki, test toplusu ilə sualı ilə demək olar ki, eyni sualdır. Qrafiklə verilmiş sualla eyni sualdır. 8% azalıbsa, müəllim, o oksigendir də gedən. Bəli.
tapacağıq. Qoyacağıq oksigen yerinə kalium permanganatı tapacağıq. Sonra onun parçalanmasını 200-dən elə ifadə eləyəcəyik. Nə bilim, Bəli, bəlkə bəli. Ya düzdür. Kalium permanganatın parçalanmasından kalium manganat, mangan 4 oksid və oksigen alınır. oksigen o qabın ağzı açıqsa uçdu getdi. Deməli Aha. 32 qram oksigen alınanda 2 vurulsun 158 kalium permanganat parçalanır. 16 Aha. qram alınıb deyə 8 var adamın baş verə baxsa. Deməli bu Aha. elədir 158. Deməli Aha. 200 qram kalium permanganatın hamısı yox, 158-i parçalanıb. Bu da elədir Ondan 79%. Aha, elə. 200 oldu ümumi. Onun içindən nə qədər parçalanır? Gəldi indi 101-ci məsələyə. 101-ci məsələ görsənir də normal görsənir də lövhədə, düzdürmü? Hə, görünür. 101-ci məsələ nədir? Bu biraz müəllimlərdə də biraz problem yaratdı bu məsələ. X plus Y reaksiyasına əsasən eyni kütlədə götürülmüş X və Y maddələri arasında reaksiya axıradək getmişdir və qabda 0,25 mol başlanğıc maddə artıq qalmışdır. Reaksiyanın sonraki qarışığın kütləsi 32 qram olmuşsa, X və Y-in nisbi atom kütlələrini tapın. Siz bir dəqiqə, 2 dəqiqə hamı baxsın. Kim yaza bilib bunu? Kim özü yaza bilib bunu rahatlığına? Olmuşdur. Reaksiyadan sonra qarışıq 32 qram olmuşdur. Deməli, Mən X-i 32 almışam, Y-ə da 16. Amma bilmirəm, düz yazmışam ya səhv. Yox. Orada düzdür, nisbət olaraq belə düz gəlmiş, ancaq bir dənə X və Y-in nisbi atom kütlələrini səhv tapmışsınız. qram olmuşdur. Reaksiyanın sonraki qarışıq kütləsi 32 qram olmuşdur. Səidə müəllimə yaza bilmişdiniz siz? Müəllim, mən birinci dəfədir görürəm bunu. Boşunmuşam. Bəlkə də qalıb fikirləşsəydim, bunu vaxt taparan məsələdə nəsə primitiv bir şey vardı orada. Siz izah eləyin, biz qulaq asaq. Deməli, burada məsələ necədir? Sonrası burada bilsiz nədir? O axı yazılsa X bərabərdir 2 Y. Bax, o Yəni- yaşıl işıq ola bilər, hə. Bəli. O Elə yaşıl işıq burada ola bilər. Hə. diqqətlə bura baxsaq, bu Əgər bizə nəyi X-ə göstərir? götürsək, o birisinin kütləsi ondan, hə, siz izah eləyin, mən qulaq asacağım. Deməli, X və Y-i eyni kütlədə götürsən, buradan görürəm ki, X-in kütləsi Y-in kütləsindən 2 dəfə çoxdur. Ona görə də eyni kütlədə götürüləndə bəlli məsələdir ki, Y-dən artıq qalacaq. X tam sərf olunacaq. Məsələ elə Bəli. buradadır. Məsələnin giriş nöqtəsi buradadır. Bəli, Yəni, bəli. mən İndi burada fikir- ikisini də A qram götürürəm başlanğıcda. Bu sıfırdır. Başlanğıc, dəyişən, artıq qalan yazaq. Deməli, X tam sərf olunacaq, artıq qalmayacaq. Y, diqqətlə baxsaq, bura 1 mola, 1 mol nisbətində, əmsallar nisbətində reaksiya daxil olur. Onda bəlli məsələdir ki, X A qram sərf olunanda, Y-də 0,5 A qram sərf olunacaq. Çünki kütləsi ondan 2 dəfə azdır. Deməli, burada 0,5 A, Y artıq qalacaq və bu zaman əmələ gələn X, Y-in kütləsi başlanğıc maddələrin kütlələrinin cəminə bərabər olacaq. Yəni, 1,5 A olacaq. Çünki 1,5 A olacaq və qabda ümumi kütlə 0,5 A qramla 1,5 A qramın cəmi olacaq 32. Buradan A tapacam 16. Axı bizə digər şərtdə də bir şey verib. Deyir 0,25 mol başlanğıc maddə artıq qalıb. Yəni burada başlanğıc maddələrdən Y artıq qaldığına görə Y-in də kütləsi 0,5 A-dır. Yəni 0,5 vurulsun 16, bu eləyir 8 qram Y artıq qalmışdı. Bu da eləyir 0,25 mol Y. Əgər Y-in 0,25 molu 8 qramdırsa, 1 mol onun M-in verəcək. A-ın verəcək daha doğrusu. Bu eləyəcək 32. Y-in A-yeri 32-dirsə, X-in də A-yeri ondan 2 dəfə çox olacaq. Yəni 64-dür. Bu mislə kükürt arasında reaksiyadır da. Çünki biri ondan 2 dəfə çoxdur. Bəli. Belə bir məsələdir. Bu da artıq qalmaya aid düşə biləcək
düşə biləcək çətin tipli sualdır. Hı -hı. Sonra müəllimlər, burada hansı sualda problem var, zəhmət olmasa deyin. Sadəcə bu sualları işləmək lazımdır. Bu sualları mən niyə görə deyirəm işləmək lazımdır? Çünki bu sualları yazanda tam səmimi deyirəm, bunların hamısın belə deyim, materialın bütün hissələrin, detayların çalışmışam ki, əhatə eləyəm. Yəni bütün nöqtələri. Dərinliklərini qədər. Orada nə sadə suallar var, nə qarşımıza nə suallar çıxa bilər, nə adi suallar çıxa bilər. İndi bəzi suallar gülməli gələ bilər deyə ki, bu nə sualdır soruşur, amma onu sual xətrinə niyə görə? Çünki bundan mən artıq abituriyentlər üçün də istifadə edirəm. Həm şans imtahanına hazırlaşanlar üçün, həm belə 10-cu, 9-cu, 10-cu siniflər üçün istifadə edirəm. Ona görə burada bütün detayları əhatə eləyir. Kimsə məsələn repetitorla məşğuldursa, düz bunu ardını da hələ yazıram. 450 dənə sual yazmışam hal-hazırda. 1000 neçə sual olacaq təqribən. Götürüb istifadə edə bilərim. 106-ya Şagirdlərdən. baxaq. 2x və y-in reaksiyasından z + 4,2. Mən bu sual əvvəl səhv rəqəmləri səhv qoymuşdum, sonra düzəltdim mən bunu. 2x + y z + 2 mol H2. Z maddəsi alınmışdır. Deməli 4,2 qram y maddəsi reaksiya daxil olduqda 7,4 qram Z maddəsi əmələ gəlmişdir. 4,48 litr, artıq 4,48 litr 0,2 moldur. Bu deyilir 0,4 qram. Düzdürmü? Bunu Qrama qramla yazdım. çevirsək, müəllim, onları qrama çevirsək, başlanğıcın Bəli. cəmi bu birisinin cəminə bərabərdir. Onların Bərabər olmalıdır. ikisində hə, zeti 7,4 ilə 0,4-ün cəmi 7,8-dir. 7,8-dən də belə deyək, 4,2-ni çıxanda qalır burada 3,6 qram. Sonra Aha. bunları normal, yəni hidrogenə, burada hidrogendən mən tutacam. Hidrogen 2 moldur, yəni hidrogen 4 4 qram qram. olanda Z 1 moldur. Onda Z-in emeri olacaq 74. Aha. Y deməli olacaq 42. Çünki Y-in də mol miqdarı 1 moldur. Yəni burada yazıram. Emer Y 42-dir. Emer Z 74-dür. Amma X-in isə 2 molu 36 qramdır. Yəni 2 dənə X, yəni 2 vurulsun X bərabərdir 36 qram. X-in də ayrı olacaq, emeri olacaq 18. 18. 18. Mən Başa düşdünmü? 84 ya. Bəli, bəli, aydındır. Bu sualda mən birincidə rəqəmləri səhv vermişdim, sonra düzəltdim. Müəllim, bu sualları qoyanda, məsələn, bax 18 dediniz də, 18 amonium iondur da, belə götürəndə. 18, 18 su. hə, suyu nəzərdə tutursunuz. Hə, yəni o amonium iondur 18-i, hə. Su bu Bildim. kalsium hidrid, Aha. kalsium hidridlə şeyin Aha. reaksiyasından, suyun Onu, reaksiyasından. hə, bildim. Hə, başa kifayətdir. Mənim zəhmət olmasa 111-ə baxa bilərik. Neçə? 111-ə. 111. M1 qram kalsium M2 qram suya atılır. Reaksiya bitdikdən sonra məhlulun kütləsini hansı ifadə ilə təyin etmək olar? Bəli. Ya Allah. Burada sadəcə şərt odur ki, kalsiumla su artıq miqdarda götürülməlidir. Bəlli məsələdir. Kalsium yox ki, burada müəllim 111-i deyir bu. Hə, bax 111. 111-i deyir müəllim, hə. Deməli burada kalsium düzəmsalaşdırılmış inşallah. Düzəmsalaşdırılmış amma. Hidrogen çıxır da orada, onu demək istəyir. Reaksiyadan bitdikdən sonra məhlulun kütləsini hansı ifadə ilə müəllimə təyin etmək olar? Məsələ məhlulun kütləsidir bizdə. Hələ yaxşı ki, bizə C verməyib. Məhlulda həll olunan maddənin kütlə payını. Deməli bizdə necə təyin edirəm? Bax, 40 qram kalsium qaba atılanda 2 qram hidrogen qabı tərk edir, düzdürmü? Onda, yəni qabın kütləsi neçə qram artır? 38 qram artır da, düzdürmü? Bəli. Yəni 38 qram artır. Onda M1 qram kalsium suya atılanda 2 M1 bölünsün 40. Yəni M1 minus 20 qram belə deyək, M1 bölünsün 20 buradan
nə tərk eləyir? Qabıl. Bunu şeylə də yaza bilərik. Məsələn, 40 qram Ümumi də kalsium yazmaq olar, müəllim. Bunu məncə ümumi də yazmaq olar. Elə Yox, deyil. bəli, ümumi 40 qram əgər kalsium reaksiya daxil olanda qabın kütləsi 38 qram artmır. Onda M1 qram kalsium daxil edəndə qabın kütləsi nə qədər artar? Buraya yazıram X. X bərabərdir 38 M1 bölünsün 40. Düzdürmü? Qabın kütləsi bu qədər artar. Yəni məhlulun kütləsi. Məhlulda əvvəl M2 qram su yox idi. M2 üstə gəlinsin 38 M1 bölünsün 40. Şu, məhlulun kütləsi olacaq bu. Aydınmı? Müəllim, belə yazmaq olar bunu. M1 üstə gəlsin, M2 böyükdür. O ifadə ilə göstərdi. Məsələn, Bəli, bəli. M3, bax belə də Yox, göstərir. M1 plus M2 kiçik idi, böyük idi məhlulun kütləsindən, bəli. Hə də mən də Amma onu deyirəm. bizə- M1 böyük, üstə gəl M2 böyükdür M3-dən. Yəni sonda da Məhlulun ifadə kütləsindən. etmək üçün, hə, göstərmək olar elə də. Yəni o rəqəmi deməkdən də, rəqəmi deməkdən də. O Mən də orada məhlulun kütləsinin ifadəsini tapmağı demişəm. Yəni məhlulun kütləsini hansı ifadə ilə müəyyən edə bilərsiniz? Məsələ odur. Deməli, əgər Ondan. bizə düşsə, məsələn, çox məsələlərdə düşür, belə Test düşür. oxusun sualları da olur, Hə, bəli. mən deyən kimi, ay sağ ol, mən deyən kimi düşür. Amma orada indi hansı cümlə olanda, yəni təyin etmək sözü olanda, biri var ki, hansı ifadə ilə təyin etmək. İndi hansı cümlə olanda elə M-lə, kütlə ilə məsələn yazıram ki, Hə. M3-ə gəlsin, M2 böyükdür M3-dən. O ifadə düzdür. Müqayisə məsələsi varsa, deyirsə əgər müqayisə edin, siz deyəndə. Aha. Yox, Deməli, əgər ifadəni təyin edin. Hə. Təyin Aa, etmək isə artıq orada sən ifadə verməlisən. Aysa, hə, bax mənə o cümlə lazım. Çünki düşür testlərdə ona görə. Deməli, müəllimlər, bir şey deyim. Deməli, burada bu yekunlaşdım. Çünki mən bundan sonra indi şans imtahanının hazırlığı var.